biz aşpazıq. Birbaşa mətbəxin gigiyena qaydalarına, təmizliyə riayət etməli və təhlükəsizlik qaydasına. Məsələn, bir bax, yanımızda bizim bu tələbələrdən birinin əlini kəsdi. İndi bax, birinci ilk yardım göstərirlər. Yəni, hamısında olan bir şey. Sabir üçün istehsalatda işləyəndə, yəni, əlini kəsdirsə, yəni, qan düşsə, məsələn, kəsim taxtasına, hansısa çağıza, kəsdiyimiz, məsələn, evə hazırladığımız malın üstünə birbaşa o utilizasiya olmalıdır. Yəni ki, utilizasiya deyəndə birbaşa tullanmalıdır. Yəni ki, belə doğru dediyimiz aydın olsun. Birbaşa tullanmalıdır ki, çünki biz bilmirik, hər insanın, məsələn, nə var virusunda, hansı xəstəlik daşıyıcısı. Ona görə birbaşa kəsim taxtasıdır, bıçaqdır, sterilizasiya olur, o məhsullar tullanılır, sonra birinci, yəni ilk yardım göstərilir və tezdən əlcək geyinilir. Baxılırsa, yəni əmək qabiliyyətini iş apara bilirsə, işdə qala bilərsən, amma adətən, yəni ki, 2-3 gün verilməlidir. Yəni bu əmək mühafizəsidir. Bu proseslərə həmişə riayət eləmək vacibdir. Aydın uşaqlar, davam edəcək.